Paytaxtın ağ-qaraları yeni mövsümün ikinci hissəsinə hazırlıqlarını tam sürətlə davam etdirir. Sport24.az xəbər verir ki, klub yanvarın 4-dən 17-sinə qədər Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində təlim məşq toplanışında olacaq. İlk məşq yanvarın 5-də keçiriləcək. Bu məşq zamanı məşqçilər və futbolçular yeni taktiki planlar üzərində işləyəcək, fiziki hazırlıq səviyyəsini qiymətləndirəcək və komandanın uyğunlaşmasını test edəcəklər. Yoxlama oyunları planlaşdırılmışdır. Yanvarın 9-da Qayrat, Qazaxıstan ilə qarşılaşma olacaq. Bu, Neftçinin toplanışdakı ilk beynəlxalq sınağı olacaq. Yanvarın 13-də Piramids, Misir komandası ilə qarşılaşma nəzərdə tutulub. Bu maç komandaya beynəlxalq səviyyədə rəqiblərlə mübarizə aparmaq imkanı verəcək. Yanvarın 16-sında Chengdu Rongcheng, Çin komandası ilə son yoxlama oyunu keçiriləcək. Bu oyun qış toplanışının ən həyəcanlı və mühüm qarşılaşmalarından biri olacaq. Toplanış müddətində məşqçilər heyəti oyunçuların fərdi performansını diqqətlə izləyəcək, yeni transferlərin və gənc futbolçuların komandaya uyğunlaşmasını təmin edəcək. Hər üç yoxlama oyunu həm taktiki hazırlıq, həm fiziki forma, həm də komandanın beynəlxalq səviyyədə rəqabət qabiliyyətini yoxlamaq üçün vacibdir. Oyunun başlama saatları və canlı yayın barədə məlumatlar yaxın günlərdə açıqlanacaq. Beynəlxalq yoxlama oyunları Neftçi komandası üçün taktiki təcrübə qazandıracaq, oyunçulara yeni üslub və rəqiblə mübarizə bacarığı öyrədəcək və azərkeşlərə yüksək səviyyəli futbola şahidlik etmək imkanı verəcək.